Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səs yazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb. Yeni Sabah az məlumat verir ki, bu haqda məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib və edilib ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru Yaqut Müseybli vəzifəsindən azad olunub. Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin edilməsi, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yol verilməzdir. Əlavə edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseybliyə məxsus olduğu iddia olunan səs yazısı yayılıb. İddialara görə səs yazısında direktor son zəng üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini deyib.